Salam uşaqlar. Bugün də sizə Şahin İbrahimovun kitabından sınaq üçün izahını verəcəm. Deməli, baxaq ilk sualımıza. İlk sualımızda uşaqlar bizə deyir ki, bir saniyə, üzrlü sayın. Deyir ki, azot üstəgəl oksigen alınıb azot monoksid, N2 üstəgələk O2 alınıb NO. Reaksiya tənliyini yazdım. Mənfi Q qeyd olunub. Əmsallaşdırsaq da 2 yazarıq bura. Verilmiş reaksiya üçün hansı ifadə doğru deyil? Uşaqlar, gördüyüm kimi bu Q varsa burada, demək ki bu endotermik reaksiyalardır və biz bilirik ki istilik effekti ilə reaksiyalar iki cür eksotermik və endotermik olur. İstiliyin ayrılması ilə gedən reaksiyalara eksotermik, udulması ilə gedən reaksiyalara endotermik reaksiyalar deyilir. Və bir şey də deyim ki sizə, bütün birləşmə reaksiyaları eksotermikdir. Bütün parçalanma reaksiyaları endotermikdir. Amma bəzi istisnalar var ki, onlar deməli birləşmə reaksiyası olsa da, amma eksotermik, birləşmə reaksiyası olsa da eksotermik yox, endotermikdir və həmin o istisnalardan biri də bu reaksiyadır ki, birləşmə reaksiyasıdır, amma endotermik reaksiyadır. Deməli deyir ki, doğru deyil. Doğru olmayan ifadəni tapın. Yanma reaksiyasıdır. Bəli, əgər maddə oksigenlə reaksiyaya girirsə, o yanma reaksiyası sayılır. İstiliyin udulmasıyla gedir. Bəli, dedik ki, mənfi Q endotermik istiliyin udulmasıyla gedir. Tərkibin dəyişməsiyle gedir. Bəli, görürük ki, azotla oksigen birləşib, oksid əmələ gətirib və azot monoksid əmələ gətirib. Tərkib tamamilə dəyişib. Özdə bu duz əmələ gətirməyən oksiddir. Sonra kimyəvi hadisədir. Bəli, uşaqlar, əgər reaksiya gedibsə, demək ki, o kimyəvi hadisədir. Eksotermik reaksiyadır. Xeyr, biz buradan artıq mənfi Q-nü görürük. Mənfi Q endotermikdir. Müsbət Q olardısa, bu olacaq idi eksotermik. Demək ki, yanlış cavabımız Y variantıdır. İkinci sualımızda bizə deyir ki, neytrallaşma reaksiyası üçün doğru olmayanı müəyyən edin. Uşaqlar, neytrallaşma reaksiyaları turşu ilə əsas arasında gedib normal duz və suyun əmələ gəlməsi ilə nəticələnən reaksiyalara deyilir. Duz və suyun əmələ gəlməsi ilə nəticələnən reaksiyalara deyilir. Birincidə deyir ki, turşu və əsas arasında gedir. Bəli, turşu, əsas. İkincidə deyir ki, B-də duz və su alınır. Bəli, duz və su almışıq. Eksotermik reaksiyadır. Bəli, bu eksotermik reaksiyadır. İstiliyin ayrılmasıyla gedir. Alınan məhlulda pH bərabər olur 7-yə. Bəli, uşaqlar, alınan məhlulda pH 7-yə bərabər olur. Bu da doğrudur. Sonra deyir fiziki hadisədir. Uşaqlar, deməli, yəni bir dənə bunu deyim, pH 7-yə bərabər olur. Neytrallaşma reaksiyasından söhbət gedirsə, neytrallaşıbsa əgər məhlul, deməli ki, bunun pH-ı bərabər olacaq 7-yə. Bu doğrudur. pH əgər 7-dən daha doğrusu kiçik olarsa turş mühit, pH böyükdür 7 olarsa əsasi mühit, amma bərabər olarsa 7-yə bu olacaq neytral mühit. Yəni belə deyək də pH H-ı böyüylə vermədim. pH kiçikdir 7, bu olacaq turş mühit, turş. pH bərabərdir 7, bu olacaq neytral mühit, neytral. pH deməli böyükdür 7 olarsa, pH böyük 7 olarsa bu olacaq əsasi mühit. Əsasi mühit. Burada da bu neytral mühitdədir. Bəli, ona görə də deyirik ki, pH 7-dir və fiziki hadisədir. Xeyr, uşaqlar, əgər yenə də deyirəm, reaksiya gedibsə, bu heç vaxt fiziki hadisə ola bilməz. Cavab oldu Y variantı. Üçüncü sualımız nədir? Naşatır spirtinin, bir dəqiqə ardını oxuyacağım indi. Naşatır spirtinin formulunu müəyyən edin. Biz bilirik ki, naşatır spirti amonyakın suda məhluludur və onun da formulu NH4OH olacaq. Bu da oldu A variantı.
Cavab A variantı sadə sualdır. 4-də nə deyir? Hansı hallarda amonyak qazının suda həll olması azalar? Elə indicə demişdim onu. Deməli, amonyakın suda həll olması bizə verdi nəyi? Naşatır spirtini, H4OH-ı. Temperatur artdıqda, bəli, temperatur artırsa qazların suda həll olması azalacaq. Təzyiq artırsa qazların suda həll olması artacaq. Temperatur artırsa bərk maddələrin suda həll olması artacaq. İndi bizə deyir ki, burada temperatur artdıqda, bəli, bu azalar. Təzyiq artırıldıqda, bəli, təzyiq artırıldıqda, yox, artar. Təzyiq azaldıqda, bəli, azalar. Deməli, 1 ilə 2 doğru cavab bu da olacaq. Deməli, Y variantı. Y variantı. 4-cü yoxsa 5-ci? Hə, 5-cidə nə istəyir? NO3 və XO3 iki mənfi iyonlarının elektron sayları bərabərdir. Baxaq da, NO3-də uşaqlar, deməli, mənfidə deyir elektron sayı bərabərdir. Hələ bir baxaq görə bunun elektronu neçədir? Azotu, baxın, şərtdə verib 7, oksigeni amma verməyib, oksigeni də biz yazaq ki, 8-dir. Deməli, baxaq, 7 üstəgəl 8 vurulsun 3, üstəgəl 1. Bu şəkildə tapılır elektronu. Elə bil ki, aşağılar, belə deyimdə, nisbi molekul kütləsi hesablayırsınız sanki. Sadəcə burada proton sayı, sıra nömrəsi daha doğrusu nəzərə alınır. Deməli, 7 üstəgələk 24 üstəgəl 1. Bu eləyəcək 32. 32. Aha. Sonra deməli deyir ki, bizə XO3 iki mənfi iyonlarının elektron sayları bərabərdir. Demək, bu da 32-yə bərabərdir. Onda nə yazırıq? 32-yə bərabərdirsə, X üstəgələk 8 vurulsun 3. Oksigeni yazdım da, mən 8 bayaq, üstəgələk 2. Bərabər oldu, bu da 32-yə. Onda X da bərabər olacaq 32 çıxılsın 8 3'e 24 26 X da bərabər oldu 6'ya. Demək ki, nə istəyir? Cavab bizdə 6B variantı elədir. Çox rahat və maraqlı sualdır bu da. Sonra 6-cı sualda nə deyir? Allotropik şəkil dəyişməsi olmayan element, yenə də deyirəm uşaqlar, Jobsis elementlərinin allotropik şəkil dəyişməsi var. Karbon, oksigen, fosfor, silisyum, kükürdün allotropik şəkil dəyişməsi var. Qalanlarının yoxdur. Bu da demək ki, cavab olur B variantı azot. 7-ci sualda nə deyir? Qanın tərkibində hansı elementin miqdarı çox olanda qan qatılığı yaranır? Demək uşaqlar, qanın tərkibində dəmirin miqdarı az olarsa, qan azlığı, halsızlıq, iştahsızlıq yaranır. Qanın tərkibində dəmirin miqdarı çox olanda, onda deməli qan qatılığı yaranır. Bu da oldu cavab B variantı dəmir. Sonra 8-də nə istəyir bizdən? Şəkər, su, etil spirti su qarşılığı üçün ümumi olmayan ifadə homogen qarşılıqdır. Bəli, uşaqlar, spirtlə suyu bir-birinə qatanda biz onları ayırt eləyə bilmirik də, düzdürmü? Bilmirik ki, oradakı sudur və yaxud da spirtdir. Ta ki onu iyini bilməyənə qədər, iyiləməyənə qədər. Rəngi, yox, indi rəngdə də nə bilək ki, nədir? Sonra dadı, bir dəqiqə, ifadə, ümumi olmayan ifadələr. Hə. Dadı yox, dadı, spirtin dadı, tünd suyun dadı əla. D variantı da aqreqat halı, hər ikisi də maye haldadır. Qarışıq növü də homogen, eyni cinsli, bir cinsli, belə də deyə bilərik. Demək ki, oldu nə? C variantı. 9-a baxaq nədir? Bir saniyə uşaqlar. Deməli 9-da nə istəyir bizdən? Aha, X iyonu, XN iyonu və XM iyonu deməli iyonuna çevrildikdə iyonun yükü artırsa hansı ifadələr doğrudur? Gəlin bir çevrilmə eləyək, görək nə alırıq. Məsələn, X tutaq
tutalım ki 4 müsbət olsun. X M olanımda 6 müsbət olsun. Və deməli bu X 4 müsbətdən 6 müsbətə keçəndə 2 elektron itirir. 2 mənfi 2 elektron verir. Demək, onda belə deyək də, bunun da sıra nömrəsi, bu mən kükürdü nəzərdə tutub yazırdım. Bu element, deməli, yük dəyişəndə onun proton sayı dəyişmir uşaqlar. Və görürəm ki, N kiçikdir M-dən. Bəli, N kiçikdir M-dən, bu doğrudur. Biri 4-dür, biri 6-dır da, düzdür. Elektron sayı artır. Xeyr, elektron sayı 16-dan 4'ü çıxanda burada qaldı 12, 16-dan 6'nı çıxanda burada qaldı 10 elektron. Əksinə azaldı. XN iyonu elektron alır. Yox, verdə almadı. Hansı ifadələr doğrudur? Demək oldu yalnız bir, o da oldu A variantı. 9'da da oldu A variantı. İndi baxaq 10-cu sualımıza. 10-cu sualımızda deməli dairəni görürük. Burada neçə dənə elektron verilib? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. XN iyonunun elektron sayı proton sayından 3 vahid çoxdur. XN iyonunun elektron sayı. Saydım ki 10 dənə elektron var. Proton sayından 3 vahid çoxdur. Deməli bunun protonu 7 imiş. Onda belə çıxır ki, bunun da yükü 3 mənfiymiş. Yəni 3'ünü alıb ki 10 dənə elektron olub. Və deyir ki, neytral atomda proton sayı bərabərdir neytron sayına. Deməli bunun uşaqlar, baxın burada görürəm ki, protonu 7'dir. Onda belə çıxır ki, neytronu da 7'dir. Və deyir ki, kütlə ədədini müəyyən eləyin. Yəni ayır bərabərdir P üstə gələk N bərabərdir 7 üstə gəl 7, o da elədi 14. Bu qədər 10-cu sualda da cavab B variantı. Növbəti sınağın da izahını verəcəm uşaqlar.